Deyək ki, kənd təsərrüfatında hər şeyi, bax, A-dan Z-yə qədər kontrol etdiyinizi düşünürsünüz. Amma yenə də hər dəfə nəticələr fərqli alınır. Heç fikirləşmisiniz niyə belə olur? Yaxşı, bugün biz elə bir texnologiyadan danışacağıq ki, sabitliyi daha təsadüfə buraxmayacaqsınız. Söhbət proqnozlaşdırıla bilən dəqiq nəticələrdən gedir. Bu sual var ha, demək olar ki, hər bir fermerin, hər bir aqronomun baş ağrısıdır. Baxın, siz eyni protokolları tətbiq edirsiniz, hər bir xırda detala fikir verirsiniz, amma gəl gör ki, mövsümün sonunda nəticələr yenə də gözlənilən kimi olmur, fərqlənir. Yaxşı, bəs bu gözə görünməz dəyişkənliyin kökü hardadır və ən əsası, biz onu idarə edə bilərikmi? Bax, müasir aqronomiyanın əsl sınağı da elə məhz bu nöqtədə başlayır. Məsələ sadəcə məhsul yetişdirmək deyil, əsla. Məsələ o proqnozlaşdırılması mümkün olmayan, dəyişkənliyə qarşı apardığımız o daimi mübarizədir. Təsəvvür edin, hətta ən müasir, ən yüksək texnologiyalı istixanalarda belə, gözümüzlə görmədiyimiz, kök sonasında baş verən o mikroskopik proseslər var ha, bütün planları alt-üst edə bilir və məhz bu gizli, nəzarətsiz dəyişənlər sizin aylar boyu çəkdiyiniz zəhməti bir anda heçə endirə bilər. Yaxşı, bəs nə etməli? Bu gizli dəyişənləri necə idarə etmək olar? Cavab, mövcud sisteminizə daha bir gübrə, daha bir biostimulyator əlavə etmək deyil. Xeyr. Cavab, tamamilə yeni bir alət kateqoriyasıdır. Biz buna nəzarət qatı deyirik. Bax, əsas fərq də elə burada ortaya çıxır. Gəlin aydınlaşdıraq. Pre-X-Pro sizin rəfdəki digər bioloji əlavələrdən və ya reseptlərdəki qida qarışıqlarından biri deyil. Bu, tamamilə fərqli bir yanaşmadır, başqa bir paradigmadır. Söhbət bitkinin böyüdüyü mühitin özünü sabitləşdirən fiziko-kimyəvi bir nəzarət qatından gedir. Və bu texnologiyanın ən gözəl tərəfi də elə budur. O, sizin illərdir qurub formalaşdırdığınız sistemi, protokollarınızı dəyişməyə məcbur etmir. Əksinə, onsuz da mövcud olan sisteminizə sanki bir təməl qatı kimi inteqrasiya olunur və bütün proseslərinizə fundamental bir sabitlik gətirir. Bu texnologiyanı bazarda yəqin ki Protohumix adı ilə görəcəksiniz. Gəlin bunu sadələşdirək. Protohumix məhsulun adıdır, PressRepro isə o məhsulun içindəki əsas gücdür, patentləşdirilmiş texnologiyanın özüdür. Yaxşı, bəs bu nəzarət qatı necə işləyir? Bu sehr hardan gəlir? Hər şey əlbəttə ki, bitkinin ürəyindən, onun həyat mənbəyindən, yəni kök zonasından başlayır. Proses əslində olduqca məntiqlidir. Gəlin addım-addım baxaq. Birincisi, xüsusi, kiçik molekullar həm kökün səthinə, həm də substratın hissəciklərinə yapışır. Sanki bir çərçivə qurur. İkincisi, bu çərçivə kökün ətrafında qoruyucu bir bufer zonası yaradır. Və nəhayət, üçüncüsü, bu proqnozlaşdırıla bilən, stabil mühit kök ətrafındakı bütün yerli mikrobiotanı, yəni bioloji həyatı tarazlayır. Bəs nəticə nə olur? Nəticə tam bir transformasiyadır. Kök zonası artıq xaotik, daim dəyişən bir döyüş meydanı olmur. Əksinə, sabit, metabolik tarazlıqda olan bir mühitə çevrilir. Yəni bitkiniz artıq sağ qalmaq üçün enerji xərcləmir, bütün gücünü inkişaf etməyə yönəldir. Bu yaranan qoruyucu matris sözün əsl mənasında bitki üçün bir qalxan rolunu oynayır. Kök zonasındakı ani pH dəyişikliklərini buferləyir, yəni neytrallaşdırır, asmatik stresi azaldır, hətta zərərli ağır metalların toksikliyini belə aşağı salır. Bir sözlə, bitkinizi gözə görünməz, amma çox təhlükəli stres faktorlarından qoruyur. Ancaq stabil bir mühit yaratmaq hekayənin yalnız birinci hissəsidir. Bəs ən vacib məsələlərdən biri qidalanma, PrO qida məddələrinin itkiyə getmədən birbaşa hədəfə, yəni bitkiyə çatmasını necə təmin edir? Gəlin buna baxaq. Burada açar söz xilassiyadır. Bu termini bəlkə də eşitmisiniz. Gəlin çox sadə izah edim. Xilasiya, qida maddələrini sanki bir qaba qoyub, bitki üçün asan həzm edilən bir formaya salmaqdır. Onları bitkiyə hazır şəkildə servis etmək kimidir. Deməli, Pre-X-Pro'nun tərkibindəki fulvo turşusu fraksiyaları təbii bir kuryer və ya taksi kimi işləyir. O, qida maddələrini, yəni makro və mikro elementləri tutur. Onlar itkilərdən, məsələn çöküntüyə uğramaqdan qoruyan kiçik, hərəkətli kapsullara salır və bu kapsullar heç bir itkiyə məruz qalmadan birbaşa ehtiyac duyulan yerə bitkinin hüceyrə membranına çatdırılır. Yəni, sıfır itki, maksimum səmərə. Və bu qədər yüksək səmərəliliyin nəticəsi əlbəttə ki birbaşa sizin cibinizdə hiss olunur.
Əgər verdiyiniz hər bir qida molekulu israf olmadan hədəfə çatırsa, bu nə deməkdir? Bu deməkdir ki, siz potensial olaraq NPK, yəni əsas gübrələrin dozasını azalda bilərsiniz. Bu isə həm xərclərə ciddi qənaətdir, həm də ətraf mühitə daha az yük deməkdir. Yaxşı, gəlin ümumiləşdirək. Bütün bu elmi proseslərin, bu fiziki-kimyavi mexanizmlərin yekun nəticəsi nədir? Bir aqronom, bir fermer üçün bunun real, gündəlik həyatdakı faydası nədən ibarətdir? Cavab elə ən başda qoyduğumuz problemin həllidir. Dəyişkənlikdən, qeyri-müəyyənlikdən təkrarlana bilən nəticələrə keçid edirik. Yəni, hər dövrdə idarə olunan və təkrarlana bilən nəticələr əldə edirsiniz. Məhsuldarlıq və keyfiyyətdə kəskin fərqlər azalır, texnoloji riskləriniz aşağı düşür və ən əsası istehsalınızı qoxmadan rəvan şəkildə genişləndirə bilirsiniz. Baxın, əsas məsələ budur. Söhbət sadəcə məhsuldarlığı 5%, 10% artırmaqdan getmir. Söhbət bütün becərmə dövrünə proqnozlaşdırıla bilən, təkrar istehsal oluna bilən və genişləndirilə bilən bir xarakter qazandırmaqdan gedir. Yəni, tam nəzarətdən. Və sonda, gəlin özümüzə bu fundamental sualı verək. Biz məhsulumuzun şıltaqlıqlarına, reaksiyalarına cavab veririk, yoxsa prosesi əvvəldən sona qədər özümüz idarə edirik? Bəlkə də reaktiv olmaqdan proaktiv nəzarətə keçməyin əsl vaxtıdır.